Değerli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə Yeni Bakı yaşayış kompleksində yerləşən qanuni 3 otaqlı, kupçalı, dövlət hipotekasına yararlı bir mənzili sizlərə təqdim edirəm. 92 kvadrat metr sahəyə malikdir və bunu da qeyd edim ki, burada mənzillərin kvadratı daxildən hesablanır. Mənzilimiz tam yaşayışlı, kupçalı, 7 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Məktəbə, parka, bağçaya, dayanacağa və yaşayış obyektlərinin tam yaxınlığındadır. Təqdim etdiyim kompleks videonun əvvəlində gördüyünüz kimi bugünkü gündə Abşeron ərazisində yerləşən yaşayış komplekslərinin içərisində ən birinci yerdə olan kompleksdir ki, Yeni Bakı yaşayış kompleksi və bu ərazidə sakinlərin rahat və komfort yaşaması üçün hər cür şərait düzəldilib. Deməli, otaqlar hər biri dəhliz vasitəsilə paylanılır. Qanuni 3 otaqlı 92 kvadrat metr sahəsi olan və bu kompleksdə yerləşən ən böyük kvadrata malik olan 3 otaqlı evlərdən birini sizlərə təqdim edirəm. Evimizin belə bir gözəl qonaq otağı var. Mərtəbəsi ideal mərtəbədir. Qonaq otağından və mətbəxdən deməli, bağlı eyvan sahəsinə keçid, təmir yenidir, televizor üçün twisted. Baxın, giriş isə geniş bir dəhliz sahəsi, girişdə dekorativli, güzgü, paxlava güzgülərdən istifadə olunur. Burada rahat şəkildə dolab yığdıra bilərsiniz. Təmir çox gözəl, çox səliqəli. Baxın, burada yerləşir mənzilimizin bağlı eyvan sahəsi. Kombi üçün yer burada nəzərdə tutulub. Bütün kommunal xətləri, qaz, su, işıq, kanalizasiya, kupçası var. Mənzilimizin qarşısı açıqdır, birbaşa parka baxır. Baxın, məktəbimin və marşrut xəttinin tam yaxınlığındadır. Burada da yerləşir mənzilimizin deməli mətbəx hissəsi. Tavanacan yığılmış 3 mərtəbəli mətbəx mebeli, hamısı yenidir. Belə bir gözəl mətbəx hissəsi var. Qiyməti münasib bir qiymətdir dəyərli izləyicilərimiz. Yəni buradakı satışda olan 3 otaqlı evlərə nəzər saldıqda münasib bir qiymətə təklif olunur. Cəmi 145 min manata real alıcılarla müəyyən qədər razılaşma olacaq. Bura isə mənzilimizin birinci yataq otağıdır. Fikir versəz, bütün yataq otaqları genişdir. Və digər komplekslərdə olan, bu kvadratda olan mənzillərin içərisində daxili sahəsinə görə bu kompleksdə yerləşən mənzillərin sahəsi genişdir. Və digər bir yataq otağımız, baxın, bütün otaqların divarlarında gözəl dekorlardan istifadə olunub və mən bu pəncərədən də sizlərə ümumi görüntünü göstərim ki, birbaşa Duz gölünə baxan panoraması var və park, aşağısı Qurtuluş 93-dür. Marşrut xətti tam binanın qarşısından keçir və Duz gölü. Hündür yerdə yerləşir, hörmətli izləyicilərimiz. Sizlərə sanuzel hissəsində təqdim edəcəm. Diqqətlə baxın. Hamam və sanitar qovşaqları ayrı-ayrıdır. Bura evimizin hamam otağıdır. Və buraya isə girişdə yerləşən sanitar qovşağı. Buyurub zəng edib ətraflı məlumat əldə edə bilərsiniz.